Salam, mən Qusar şəhəri 4 nömrəli məktəbin 7D sinfindən Səlim Əliyev. Mən bugün sizə Ellen Porter'ın yazdığı Sadəcə David kitabı haqqında danışacağım. Sadəcə David kitabının baş rolu balaca bir uşaq, yəni Daviddən bəhs olunur. O çox yaxşı bir uşaq idi. Hər kəslə yaxşı davranır, musiqi ilə çox maraqlanır, daim hər şeyə marağı olurdu. O bir dağlıq ərazidə nənəsi ilə birlikdə yaşayırdı. O orada yaşamağı çox sevirdi. Onların həyatı sadə olsa da David oranı çox sevirdi. David bir dəfə nənəsindən və vətənindən ayrılmalı oldu. O böyük bir şəhərə getdi. Orada qohumların yanına getdi. Oradakı qohumlar soyuq, ciddi idilər. Amma David keyfini pozmadı və onların qəlbini yumuşatdı. Onlara yaxşılıq etdi. Öz musiqi marağını da itirmədi. Öz-özünə onlarla yaxşı davrandı və o ailədən isti, mehriban bir ailəyə çevirdi. David bizə deməyə çalışır ki, insanlara pislik etməyin, mehriban davranın, mehriban olun. Mən bu kitabı oxudum və çox təsirləndim. David mehriban uşaqdır. Mən bu kitabı oxuyanda Davidin xasiyyətini çox sevdim.